Salam dəyərli müəllimlər, xoş gördük sizləri. Bugün Naxçıvan Muxtar Respublikasında fiziki tərbiyə fənnindən sertifikasiya imtahanına düşən sualların izahına baxacağıq. Müəllimlər, burada tam suallar deyil, bizim də müəllimlərdən, sosial şəbəkələrdən bizə məlumat göndərilən məlumatlara əsasən bu sualları təxmini hazırlamışıq. Yəni bilirsiniz ki, sertifikasiyada və yaxud da miqdə şəxsi səhifəyə suallar göndərilmir və variantları da şərti olaraq hazırlamışıq, yazmışıq. Birinci testə baxırıq. 2024 Olimpiya oyunlarında hansı idman növü üzrə qızıl medal qazanmışıq? Biz 2024-də 2 qızıl medal qazanmışıq. Zelim Katsayev və Hidayət Heydərov. Bizim 2 qızılımız olub. Hansı idman növü üzrə? Cüdo üzrə. Cavab burada C bəndidir. İkinci suala baxırıq. Futbol idman oyununda oyuncuya neçə sarı kart verilir? Maksimum oyuncuya 2 sarı kart verilir. Cavab A bəndidir. Üçüncü testə baxaq. Üçüncü testdə turnikdə hərəkətlər hansı qabiliyyəti inkişaf etdirir? Ümumiyyətlə turnikdə hərəkətlər, turnikdə dartınma qüvvə qabiliyyətini inkişaf etdirir. Cavab A bəndidir burada. Cərgədə dönmələr zamanı ən kiçik bucaq neçədir? Bilirik ki, cərgədə dönmələrdə sağa dönmə, sola dönmə 90, yarım sağa, yarım sola 45-dir. Geriyə dönmə sol çiynindən 180-dir. Bir çevrəsi 360 dərəcədədir. Cavab burada A bəndidir müəllimlər. Keçirik digər suala. 5-ci testə baxaq. Hərəkət qabiliyyətlərin baza qabiliyyəti hesab olunur. Bilirik ki, 6 hərəkət qabiliyyətin baza qabiliyyəti qüvvə qabiliyyətidir. İnsanın bədənində qüvvə olmasa, qüvvə qabiliyyətini eyni zamanda inkişaf etdirməsə, digər heç bir hərəkətləri icra edə bilməz. Baza qabiliyyəti əsas amil qüvvə qabiliyyətidir. 6-cı test. Qaçaraq uzunluğa tullanma hansı hərəkət qabiliyyəti inkişaf etdirir? Sürət gücü inkişaf etdirir. Eyni zamanda sürət gücün kiçik summativ normatividir. 7-ci test. Sağlamlaşdırıcı vasitələrdə olan günəş vannaları hansı vitaminin təbii yaranmasına şərait yaradır? Bilirik ki, günəş vannaları təbii belə deyim də insanlara faydası nədir? Təbii olaraq D vitaminini, faydalarından biri də D vitamini insan bədənində təbii olaraq yaranır. Cavab dedi burada. 8-ə baxırıq. Handbol idman oyununda top oyun zamanı tavana dəyib qayıdarsa, oyun haradan başlayaraq bərpa olunacaq? Oyun, deməli, top oyuna yan xəttdən daxil edilir. Cavab B bəndidir. 9. Futbol oyununda oyuncu neçə qırmızı kart alsa, oyun vaxtından tez bitər. Cavab burada A bəndidir. Bir oyuncu 5 qırmızı kart alsa, oyun vaxtından tez bitər. 10. Hansı məsafəyə qaçışlarda yuxarı startdan istifadə olunmur? Baxın müəllimlər, ümumiyyətlə imtahanda da həm miqdə, həm sertifikasiyada, ümumiyyətlə imtahanda iştirak edəcəksinizsə, sualların şərtinə diqqətlə baxın. Burada deyir olunmur. Deməli, qaçışlar, qısa məsafəli qaçışlar aşağı startdan başlanılır. Orta və uzaq məsafəli qaçışlar yuxarı startdan başlanılır. Burada A bəndi olmaz, C bəndi olmaz, D olmaz, E olmaz. Niyə olmaz? Çünki bunlar yuxarı startdan başlanılır. Amma bizdən nə istəyir? Aşağı startdan istəyir, yuxarı startdan olmayan istəyir. Cavab burada B bəndi 400 metr. 11. Əsas duruşda oturub qalxmaq hansı hərəkət qabiliyyətini inkişaf etdirir? Təbii ki, qüvvə qabiliyyətinin. Cavab A. 12. Aerob rejimdə qaçışlar hansı hərəkət qabiliyyətini inkişaf etdirir? Təbii ki, aerob nə deməkdir? Oksigenli. Bir var anaerob, bir var aerob. Anaerob rejimdə qaçışlar olsaydı sürətli olardı. Aerob rejimdə oksigenli soruşursa bizdən B bəndi dözümlülükdür. 13. Diaqnostik qiymətləndirmə hansı istiqamətdə aparılır? Biz bilirik ki, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Tədris ilinin əvvəlində, bölmənin əvvəlində, sinifə yeni şagird gələndə, sinifdən sinifə yeni şagird gedəndə o uşaqla aparılır və bir növ uşağı kəşf etmiş oluruq ki, biz uşaq bundan əvvəl nə bilirdi, hansı bacarıqlar var. Fiziki tərbiyədə də 3 istiqamətdə aparılır. Fiziki inkişaf, funksional inkişaf, hərəkət qabiliyyətləri üzrə. 14-cü suala baxırıq. Badminton oyununda oyuncu 18 xal qazanıbsa, hansı istiqamətdən icra edəcək nəyi? Servisi. Müəllimlər, badmintonda belə bir qayda var ki, cüt rəqəmli xal qazanıbsa sağdan başlanılır oyun, tək xal qazanıbsa soldan başlanır. 18 cüt olduğuna görə sağdan. A bəndi cavab sağdan. 15. Bir qolun uzanması ilə məsafə yaratmaq harada saxlanılır? Bilirik ki, qolun uzanması ilə məsafə saxlamaq sıradadır. Amma cərgədə dayanıb yan-yana dirsəklər arasında məsafə o nədir? İntervaldır. Ona isə interval deyilir. Amma bir qolun uzanması ilə məsafə sırada saxlanılır. 16-ya baxaq.
Skolyoz xəstəliyi bədənin hansı üzvü ilə əlaqədar olan xəstəlikdir? Onurğa ilə müəllimlər. 17. Bu gimnastika alətində müvazinət inkişaf etdirilir. Müəllimlərin bildirdiyi məlumata görə orada bir neçə alətlər verilib və o alətlərdə ən çox gimnastika tiridir ki, üzərində müvazinət hərəkətləri icra olunur. Bu da qadın idman gimnastikasının alətidir, abəndir. 18. Sağlam damaq üçün önəmli vitamindir. Təbii ki, C vitaminidir. 19. Şahmat oyununda piyada fiquru rəqibin sonuncu xanasına çatanda hansı fiqura çevrilə bilməz? Cavab şaha. 20. Hansı vitamin yaraların sağalmasına kömək edir? Bu da K vitamini. Müəllimlər, yenə qeyd edirəm. Bu suallar deməli Naxçıvanda ilk dəfə sertifikasiya imtahanından keçirilən deməli imtahanı düşən suallardır. 20 sual bizdə olan məlumatlara görə 20 sualdır. Bunları da variantlarda yəni şərti qoymuşuq, yazmışıq. Bu suallara baxın. Sona qədər izahlara da baxın və videonu həmkarlarınıza göndərin. Kanalın dəstəyi üçün kanalımıza abunə olub bəyənə bilərsiniz. Digər həmkarlarınıza da videonu göndərə bilərsiniz. Və kanalımıza keçid edib videolarımıza digər sınaqların izahlarına və dərs videolarına da eyni zamanda baxa bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Bizimlə əlaqə yaratmaq istəsəniz, nömrəmiz qeyd olunub. Bir daha burada yazıram. Mən Leyla Məmmədova. İmtahan gününə qədər mən sizə dəstək olmağa hazıram. İstər öz müdavimlərimə, istər digər müdavimlərə, yəni hər hansı bir çətinliyiniz olsa bizə yaza bilərsiniz. Vaxt etdikcə sizin suallarınızı cavablayacaq və digər sualları da biz əldə etsək müəllimlərdən yenə də izahlı video paylaşacağım. Hər birinizə uğurlar arzu edirəm. Yenə də qeyd edirəm, özünüzü qorxutmağa, həyəcanlandırmağa ehtiyac yoxdur. Əgər hazırlaşmısınızsa və öz ixtisasını bilirsinizsə, hədəfiniz məqsədli hazırlaşmısınızsa, təbii ki, yüksək bal əldə edəcəksiniz. Ən birinci özünüzə inanın. Sağ olun müəllimlər.